söhbət apardığım sosial işçilərdən biri qeyd etmişdi ki, biz həbsxanaya giriş-çıxış zamanı və müəyyən tədbirlər keçirərkən bəzən elə məhbuslar görürük ki, onlar qeydiyyat zamanı öz ad soyadlarını belə yaza bilmirlər. Bəs yaxşı, həbsxanada saxlanılan böyük məhkumlar, hansı ki, onlar həbsxanaya düşərkən artıq yaşları 20-dən çox idi və ümumi təhsilləri yox idi. Bu zaman onlar azadlığa çıxanda nə dərəcədə təhsillə təmin olunacaqlar? Xüsusilə azyaşlı məhkumlarla iş zamanı ən yaxşı praktikada nəzərdə tutulmuş islah vasitələrindən biri rəsm və digər incəsənət yönümlü dərslərin tədrisi nəzərdə tutulur. Ancaq biz Azərbaycan təcrübəsinə baxdıqda təəssüf ki, rəsm və yaxud digər bu kimi əl işləri olan fənlərin tədris edildiyini görmürük. Burada təhsil yalnız bildiyimiz əsas fənlərin tədrisinə yönəlikdir. Konstitusiyanın 42-ci maddəsində nəzərdə tutulur ki, ali təhsil hər bir vətəndaş üçün əlçatandır və maliyyə durumundan asılı olmayaraq istedadlı şəxslər üçün təhsilin davamlılığı dövlət tərəfindən təmin olunmalıdır. Ancaq biz Cəzaların İcra Məcəlləsinə baxanda görürük ki, burada yalnız bir cümlə keçir ki, məhkumların ali təhsil alması qanunvericiliklə nəzərdə tutulmamışdır. Buradan belə sual çıxır ki, bəs necə olur ki, ali sənəd olan Konstitusiyanın təmin etdiyi bir hüquq Cəzaların İcra Məcəlləsində məhdudlaşdırılır? Ümumiyyətlə, həbsxanada olan təhsilin formaları və onların nə dərəcədə keyfiyyətli olması məhkumların nəinki həbsxana şəraitində, həbsxanadan sonra da islah prosesinin bir tərkib hissəsi ola bilər. Belə ki, təcrübə göstərir ki, həbsxanada təhsilin müsbət tərəflərindən biri də odur ki, bu zaman məhkumlar arasında sosial adaptasiya prosesi daha sürətli olur və onlar azadlığa çıxdıqdan sonra daha az problemlərlə rastlaşmış olurlar.